Deməli, integral blok 78 nidat bağışlardan çıxarılır. 5-ci suala baxırıq. 5-ci sualda integral x üstü 4 üzərinə gəlsin. X-in kubu bölünsün x üstü 5 dx. Yuxarıda x kubunu xaricə çıxarsa, x kubu çıxdı xaricə, x üzərinə gəlsin 1 bölünsün x üstü 5 dx. Burada x üstü kublar, x üstü 5 hesab olur, burada x üstü 2 qalır. Bu bərabərdir. İntegral x üzərinə gəlsin. 1 bölünsün x-in kvadratı dx. Bu da bərabərdir. Cəmətlə bölmək üçün toplamaların hər birini, həmin ədədə toplamaq lazımdır. Yəni, belə yaza bilərik biz. X bölünsün x-in kvadratı üzərinə gəlsin. 1 bölək x-in kvadratı dx. İntegral x-lər hesab olur. 1 bölünsün x üzərinə gəlsin. 1 bölək x-in kvadratı deməli dx. dx. Bu da bərabərdir. İntegral 1 bölək x üzərinə gəlsin. 1 bölək x üstü 2-ni mən belə yazıram. X üstü mənfi 2. X üstü mənfi 2 dx. Yəni, x üstü n şəklində yazmaq istəyirəm. Təbii ki, x üstü n-in integralı nə idi? X üstü n plus 1 bölünsün n plus 1 idi. 1 bölək x ln x-dir. Ln x-in törənməsi 1 bölək x-dir. Mən yazdım ln modulda x üzərinə gəlsin. X üstü mənfi 2 üzərinə gəlsin 1 bölünsün mənfi 2 üzərinə gəlsin 1. Üzərinə gəlsin s. Bu da bərabərdir. Bu da bərabərdir. Ln modulda x üzərinə gəlsin. Mənfi 2-nin cəmi mənfi 1. Necədə mənfi olur? Mənfi x üstü mənfi 1. Plus s. Yəni, ln modulda x çıxılsın 1 bölək x üzərinə gəlsin s. Deməli, mənfi 1 bölək x üzərinə gəlsin ln modulda x plus s. 5-ci sualın cavabı D var. 7-ci sual. Mənfi integral 0-dan 1 bölək 2-yə sinus x vurulsun kosinus x. dx. Biz burada mənfi mənçər sala bilərəm. Mənfi mənçər sala bilərəm. Mənfi mənçər sinirəm yazıram bura. Mənfi sinus x kosinus x dx. Bu bərabərdir. İntegral 0-dan 1 bölək 2-yə sinus